Bir dekorativdir şəhərimizdə sizcə velosiped yollarının olmağı, yoxsa doğrudan da insanları həvəsləndirdi və velosiped sürənlərin sayı çoxaldı? Yasamalda yaşayan və tutaq ki, sahil bağının Hı hı. yanında işləyən bir adam velosipedlə işə getməsi necə olacaq? Çox sevinə-sevinə gedəcək. Doğrudur. Geri qayıdanda ya taksi tutmalıdır, ya velosipedi avtobusa qoymalıdır. Çünki dağa dırmaşmalı olacaq. Niyə görə velosipedin ən çox yayıldığı ölkə Hollandiyadır? Çünki Hollandiyada təpə yoxdur. Bütün Hollandiya düppədüzdür. Elə Niderland sözünün mənası da odur. Bu baxımdan bilirsiniz, hər bir nəqliyyat vasitəsinə uyğun şəraitdə istifadə edilməlidir. Bu baxımdan mən velosipedlərin Bakıda geniş yayılacağını gözləmirəm. Hə, sözsüz ki, o yollarla başqa velosipedlər gedə bilər. Hansılar ki, məsələn, elektrik mühərrikli velosipedlər. Bunlar əl verə bilər. Tutaq ki, insan yüz aşağı gedəndə sürüsün getsin, qaydanda elektrik ondan sürüsün getsin. Bu da gedəcək yenə ənənəvi elektrik mənbəyinə qoşacaq. Həmin qazdan alınan elektriklə velosipedini dolduracaq, şarj eləyəcək, belə deyək də. Görürsünüz, təzad alındı. Bugün biz tutaq ki, elektrik avtomobillərə sürürük, sevinə-sevinə. Elektrik avtomobillərini aparıb harada şarj eləyirik? Şəbəkədə. Şəbəkəyə enerji hardan gəlir? Həmin o çirkli mənbələrdən. Velosiped mədəniyyəti insanın savadlılığı, bilgilərinin artması, məlumatlığının artması hesabına gələcək. Deməli, adi elementar bir şey deyim də. Onların dediklərinizin hamısı deyirlər, sürücü mədəniyyəti, nə bilim, yolu mədəniyyəti. Mən bunları hesab edirəm ki, haqqı düzgün olmayan məsələlərdir. Bütövlükdə söhbət mədəniyyətdən gedir.